Salam kanal izləyiciləri. Gəlin 23 nömrəli tapşırığın həllinə baxaq. Perimetri 16 kök altında 6 olan ABCD kvadratında bucaq MAD 15 dərəcə, bucaq MCD 15 dərəcə olarsa, AN parçasının uzunluğunu tapın. Yəni bu hissənin uzunluğunu tapacağıq AN-in. İndi perimetri verilib 16 kök altında 6 və ABCD də kvadratdır. O zaman biz bilirik ki, kvadratın perimetri düsturu P bərabər 4A'dır. 4A'mız 16 kök altında 6'dırsa, demək ki, A bərabərdir 4 kök altında 6. Demək, AB'nin uzunluğu da 4 kök altında 6'dır. BC'nin uzunluğu da 4 kök altında 6'dır. Yaza bilərik. Daha sonra davam edək. Biz bu məsələni həll etmək üçün elə bir düz xətt çəkək ki, bizə kömək olsun. A'dan C'yə bir düz xətt çəkək. Alındı belə bir düz xətt və bu AC düz xəttdə baxaq ki, nəyə bizə kömək edəcək? Biz bilirik ki, 90 dərəcəli bucaqdır bax bu hissə. Qeyd etdim bunu. Bu olacaq 90 dərəcə və kvadratın diaqonalı, yəni AC düz xətti 90 dərəcəni 2 yerə bölmüş olacaq. Buradan burada çəksək 45 dərəcə olacaq. Yəni 90'ı 2 yerə böləcəyik, 45 dərəcə olacaq. Buradan burada olacaq 45 dərəcə. Bunu biləndən sonra davam edək. Görürük ki, MAD bucağı 15 dərəcə verilib artıq bizə. Baxaq, CAM bucağı neçə dərəcə olacaq? 45'dən çıxacaq 15 dərəcə, nə olacaq? 30 dərəcə. Yəni, başqa bir rənglə rəngləyim mən bu hissəni. Bu olacaq 30 dərəcə. 30 dərəcə bura olandan sonra baxaq. Yuxarıda bu MCD bucağı da 15 dərəcə verilib. O zaman demək ki, buradakı bucaq da 30 dərəcədir. Nəzərə alsaq ki, AMC üçbucağı alındı ortada və üçbucağın daxili bucaqlarının cəmi də 180 dərəcəyə bərabərdir. O zaman alırıq ki, M bucağı da 120 dərəcədir. Yəni 180-dən çıxırıq 30 və 30'un cəmini olacaq 120 dərəcə. Bundan sonra biz qaydanı yanımıza salırıq. Qaydaya görə təpə bucaq 120 dərəcə olan bərabəryanlı üçbucaqda oturacaq 120 dərəcənin qarşısındakı tərəf, yəni yan tərəfin 2/3 mislinə bərabərdir. Necə bilirik bərabəryanlı üçbucaq olduğunu AMC-nin? Axı görürük ki, 30 dərəcə var bizdə 2 dənə. O deməkdir ki, MC A-na bərabərdir uzunluqları. Və düsturumuzu tətbiq eləyək. AM əgər uzunluğu x-sa, demək ki, MC-nin uzunluğu x-dır. 120 dərəcənin qarşısındakı tərəfin də uzunluğu olacaq x kök altında 3. Mən əvvəlcə AC-nin uzunluğunu tapım. Bunu necə tapacağım? Bilirəm ki, kvadratın diaqonalı onun tərəfinin kök altında 2 mislinə bərabərdir. 4 kök altında 6 əgər A ilə ifadə etsək, o zaman A'dan C'yə uzunluğu tapaq. AC bərabərdir 4 kök altında 6 vurulsun kök altında 2. Edər 4 kök altında 12. Buradan da alınar ki 8 kök altında 3. 8 kök altında 3 AC'nin uzunluğudur. Yazırıq ki, x kök altında 3 bərabərdir 8 kök altında 3'ə. X da bərabərdir 8'ə. Demək, AN parçasının uzunluğu olacaq 8. Dinlədiyiniz üçün sağ olun.
belə videolardan anında xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın.